Polnis Sakrebulosu 2026-cı il üçün əsas maliyyə sənədini təsdiqləyib. Sakrebulonun sədri Georgi Svanitlenin sədrliyi ilə Sakrebulonun 6-cı çağırışının fövqəladə və yekun iclası keçirildi. Ümumi büdcə məbləği 52 milyon 630 min laridir. Sənəddə infrastrukturun inkişafı, təhsil, mədəniyyət, idman, səhiyyə və sosial proqramların maliyyələşdirilməsi nəzərdə tutulur. Dövlət siyasətinə uyğun olaraq işçilərin əmək haqqının artırılması da planlaşdırılır. Bugün 2026-cı ilin büdcəsini təsdiqlədik. Büdcə 52 milyon 630 min laridir. Prioritetlər infrastruktur, sosial layihələr, gənclərə dəstəkdir. Ötən illə müqayisədə büdcəmiz 2 milyon artıb. 2025-ci il büdcəsi ilə bağlı qeyd edim ki, il ərzində 60 milyonu keçdi. Müsbət dinamika ilə davam edirik. 2026-cı ilin büdcəsində də 2025-ci ilin büdcəsi kimi artım olacağını gözləyirik. Prioritetlərimiz ötən illərdə də olduğu kimi qalır. İnfrastruktura 10 milyon 365 min lari, ətraf mühitin mühafizəsi üçün 5 milyon 280 min lari, təhsil 6 milyon 200 min lari. Buraya əsasən bağçalar daxildir. Mədəniyyət, idman və gənclik üçün 12 milyon 688 min lari. Səhiyyə və sosial proqramlara 6 milyon 509 min lari. Buradan sosial proqramlara 5 milyon 776 min lari ayrılır. 26-cı il ərzində büdcədə artım olacaq. Transferlər buraya daxil deyil. Ona görə də büdcəmiz ən az 7 milyon lari artacaq.